Ey iman gətirənlər, Allahdan qorxun və onun elçisinə iman gətirin. Onda o, sizə öz mərhəmətindən 2 pay bəxş edər. Sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhimlidir. Beləcə kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın əlindədir. Onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.